Salam əziz izləyicilər. Bugün biz sizə fe'l mövzusu üzrə bir sıra məsələlərə toxunacağıq. Hansı ki, bu məsələlər dərsliklərdə yer almır, lakin test proqramına daxildir. Yəni bu mövzudan testlərimiz düşür. Bunlar hansılardır? İlk olaraq başlayaq nədən yazmağa? Keçirdi, keçirdi, köçürdü, köçürdü, uçurdu, uçurdu kimi fe'llərin cümlədə işlənməsindən. Biz bu fe'lləri cümlədə işlədərək şəkilçilərin nə olduğuna baxacağıq. Gəlin yazaq. Anar paltosunu asılqana keçirdi. Digər cümləmizdə isə yazırıq. Küçədən maşınlar keçirdi. İndi gəlin biz bu fe'lləri kök şəkilçiyə ayıraq və şəkilçiləri düzgün müəyyənləşdirək. Anar paltosunu asılqana keçirdi. Burada sözün kökü keç fe'lidir. İr və d-nin nə olduğunu aydınlıq gətirək. Biz bilirik ki, ir həm fe'ldən fe'l düzəldən leksik şəkilçidir, həm də indiki zaman qrammatik şəkilçisidir. D isə şuhudi keçmiş zaman şəkilçisi ola bilər və yaxud da id hissəciyinin qısaldılmış forması ola bilər. Bunu biz necə müəyyənləşdirə bilərik ki, bu şəkilçilər ikisindən biridir, amma hansıdır? Bunu müxtəlif hallarla yoxlamaq olar, müxtəlif metodlarla yoxlamaq olar. Gəlin başlayaq birinci vurğu məsələsindən. Anar paltosunu asılqana keçirdi. Baxın, biz burada D hecasını daha qüvvətli deyirik. Vurğu D hecasının üzərindədir. Beləliklə, biz müəyyənləşdirdik ki, burada D hecası vurğu qəbul edib. Deməli, bu nədir? Şuhudi keçmiş zaman. Bura yazıram. Şuhudi keçmiş. Şuh yazacağım. Niyə? Çünki id imiş isə hissəcikləri vurğu qəbul edə bilmir. Vurğu qəbul edibsə, deməli bu nədir? Şuhudi keçmiş zaman şəkilçisidir. Bəs burada qalan ir nədir? İr indiki zaman şəkilçisidirmi? Əlbəttə ki, xeyr. Biz bilirik ki, bir fe'l iki zaman şəkilçisini qəbul edə bilməz. Necə ki, bir isim iki hal şəkilçisini qəbul edə bilmirdi. Bir fe'ldə iki zaman şəkilçisini qəbul edə bilməz. Deməli, burada ir nə oldu? Ir leksik şəkilçisi oldu. Fe'ldən fe'l düzəldən. Bura yazıram. Ir fe'ldən fe'l. Düzəldən yazmıram, artıq yəni bilinəcək. İkinci cümləyə baxaq. Küçədən maşınlar keçirdi. Baxın, biz vurğunu hara saldıq? İr hecasının üzərinə. Bunu daha qüvvətli dedik. İr hecasının üzərinə vurğu saldıq. D hecasına vurğu düşmədi. Bayaq qeyd etdiyimiz kimi, D vurğunu qəbul etmirsə, deməli o nədir? İd hissəciyi. Bura yazaq idi. Keç sözün kökü. İr deməli nə olacaq? İndiki zaman qrammatik şəkilçi. Bura yazıram. İndiki zaman. Niyə? Çünki id, imiş, isə hissəciklərindən sonra öncə gələn ir təbii ki, olmalıdır zaman şəkilçisi. Biz bilirik ki, id, imiş, isə hissəcikləri hara qoşulur? Fe'lin şəkillərindən sonra. Zamanlar da fe'lin xəbər şəkli hesab olunur. Ona görə burada ir oldu indiki zaman. Sözün başlanğıc formasına gəldikdə, birinci sözün başlanğıc forması
burada keçir hissəsində bitir, çünki ir leksik şəkilçidir. İkinci sözün başlanğıc forması isə keç sözündə bitir, çünki ir həm də di qrammatik şəkilçidir. Qrammatik şəkilçi başlanğıc formanın tərkibində yer almaz adətən. Normalda, yəni belə olmalıdır. İstisna hallarımız var. İndi bu haqqda danışmaq istəmirik. Çünki bunun üçün ayrıca bir videomuz var. Bu şəkildə digər feillərə nəzər salaq. Bu isə mış, miş, muş, müş, nəqli keçmiş zaman və imiş səci ilə bağlı olacaq. Onu qeyd edək ki, bu hal nə zaman yaşanır? Keçir, köçür, uçur, ötür, bişir, bitir, artır, daşır, qaçır, düşür, yatır, batır və s. kimi feillərdə yaşanır. Hansı ki, bu feillərdə ır, urur həm indiki zaman qrammatik, həm də ır, urur feildən feil düzəldən leksik şəkilçi ola bilir. Bu zaman yaşanır. Yəni bütün feillərdə bu hal yaşanmır. Mən bundan öncəki videolarımızda danışmışam ır, urur, indiki zaman qrammatik və yaxud da feildən feil düzəldən leksik şəkilçi olmağını, yəni həmin bu feillərin üzərində nümunə göstərərək qeyd etmişəm. İndi isə başqa bir nümunəyə baxaq. Deməli, bu gün qonşumuz Bakıya köçürmüş. Digər cümləmizdə isə yazını köçürmüş. Sonra getmişdim. Bir də bir şey deyim, mən nümunələrimi üçüncü şəxsin təki üzərində qurmuşam. Digər şəxslərin təki və cəmi üzrə də qurmaq olar. Sadəcə niyə bu işi görmüşəm? Çünki üçüncü şəxsin təkindən sonra şəkilçi gəlməyib və bu halda müəyyənləşdirmək daha belə deyək də çətin olur. Ona görə mən bunun üzərində qurmuşam ki, daha aydın görünə bilsin. Yazını köçürmüş, sonra getmişdi. Bu cümləni niyə bu şəkildə qurmuşam? Bunu da deyim, çünki istəməmişəm ki, köçürmüş sözündən sonra bir şəkilçi gəlsin. Burada idini ixtisara aparmışam. Yazını köçürmüşdü, sonra getmişdi olmalıdır bunun açıqlaması. Bu şəkildə, bu da məqsədli şəkildədir, yəni. Bugün qonşumuz Bakıya köçürmüş. Köç sözün köküdür. Ürə düşdü. Baxın, vurğu. Köçürmüş. Deməli, müş nədir? İmiş hissəci. İmiş hissəcidir. Ür nədir? Ür indiki zaman qrammatik şəkilçidir. Sözün başlanğıc forması köç sözündə bitdi. Yazını köçürmüş, sonra getmişdi. Baxın, müşə vurğu düşə bilir. Həm də hardan bilirəm bunun zaman olduğunu? Digər zamanlarla əvəz edə bilərəm. Mən bayaq vurğudan danışdım. Biz vurğu üzərində izah etdik. Başqa şəkildə də izah etmək olar. Hansı ki, necə? Biz əgər söz zaman şəkilçisidirsə, onun yerinə digər zaman şəkilçilərini qoya bilərik. Çünki zaman da axı əvəzinə zaman şəkilçisi verir. Təbii ki, zaman şəkilçisinin əvəzinə biz hal şəkilçisi verməyəcək ki. Biz zaman şəkilçisinin əvəzinə digər zaman şəkilçisini verə bilirik. Əgər o zaman şəkilçisidirsə, yazını köçürüb üb verə bilərəm, sonra getmişdi. Və yaxud da belə deyə bilərəm,
yazını, məsələn, müşün əvəzinə, əcək verə bilərəm. Düzdür, bu cümlədə, düz gəlmir, çünki cümlənin digər tərəfində, şəkilçi var. Bu şəkildə yazını köçürmüş. Baxın, burada köç sözün kökü, müş oldu keçmiş, yəni nəqli keçmiş zaman. Ür isə feildən feil düzəldən leksik şəkilçidir. Yazıram bura feildən feil düzəldən leksik şəkilçi. Başlanğıc forma isə köç ür hissəsində bitir. Çünki ür leksik şəkilçidir və bu başlanğıc formanın tərkibində yer alacaq. Digər nümunəmizə baxaq. Bu hansı nümunədir? İsə və yaxud da sasəyə aiddir. Burada qeyd edək. İşlərini bitirsə, o da bizimlə gələr. Digər cümləmizdə isə vaxt bitirsə, tələsmək lazımdır. Lazımdır. İşlərini bitirsə, o da bizimlə gələr. Burada işlərini bitirsə, o da bizimlə gələr. Vurğuya baxırıq. İşlərini bitirsə, baxın, S vurğunu istədi burada. Düzdürmü? Bu olacaq nə? Feilin şəkli, şərt şəkli. Yazıram bura şərt. Bit sözün köküdür, bitmək feili. İr leksik şəkilçidir. Başlanğıc forma bitir. Baxın, bu hissədə yekunlaşacaq. Vaxt bitirsə, baxın, irə düşdü vurğum. Deməli, sə nə olacaq? İsə, bit sözün kökü, ir indiki zaman şəkilçisi. Vaxt bitirsə, tələsmək lazımdır. Burada r-ya yer olmadı. Vaxt bitirsə, tələsmək lazımdır. Bu şəkildə başlanğıc forması isə bitmək feili olacaq. Vurğu üzərində apardıq biz. Digər formalarda da aparmaq olar. Yenə deyirəm, feilin digər şəkilləri ilə əvəz etmək, zamanı zamanla əvəz etmək və s. kimi formalarda aparmaq olar əməliyyatı. Əsas odur ki, biz sözü kök şəkilçiyə doğru ayırıb şəkilçini doğru müəyyənləşdirə bilək. Baxaq digər nümunələrə. Bu nümunələr nə ilə bağlıdır? Dilimizdə bəzi feillər var ki,
Bunlar hansı feillərdir? Oxudun, toxudun, saxladın, bağladın, yoxladın sözü də var. Qaraldın sözü və s. Yəni biz burada bu formanı görürük. D, di, du, dü və n-nı. İndi biz bilmək istəyirik ki, bu şəkilçilər nə şəkilçisidir? Biz bu feilləri iki cür işlədə bilərik. Baxın. Deyirəm ki, şeiri sən oxudun. Digər nümunədə deyirəm ki, şeiri Əliyə oxudun. Gəlin ayıraq. Şeiri sən oxudun. Oxu sözün kökü. Du keçmiş zaman. Yazıram keçmiş, yəni şurada keçmiş zamandır. N nədir? N isə şəxs şəkilçisidir. Və bu sözün başlanğıc forması oxu sözündə bitir. Çünki şəkilçilər qrammatikdir. Bunlar da başlanğıc formanın içində yer almır. Şeiri Əliyə oxudun. Vurğuya da fikir vermək lazımdır. Şeiri Əliyə oxudun. Vurğu düşdü u-ya. Oxu sözün köküdür. Bu öz yerində. Vurğu düşüb u-ya. D və una baxaq. Bu D əslində t-dır. Bu feildən feil düzəldən şəkilçidir. Feildən feil düzəldir bu şəkilçi. N nədir? Un nədir bəs? Un əmr şəklinin şəkilçisidir. Yəni əmr şəklinin xüsusi şəkilçisi yoxdur. Bu şəxs şəkilçisindən düzəlmiş şəkilçilərdir. Buna da yazaq şəxs. Yəni əmr şəkli kimi düşünə bilərsiniz bu sözü, bu feili. Əmr şəklində imiş kimi düşünə bilərsiniz, bəli. Şeiri Əliyə oxudun. İndi gəlin müqayisə edək. Birinci söz sadədir. Vurğu d-di, du-dünün üzərindədir. Şuhudi keçmiş zamandadır. Başlanğıc forması oxu sözüdür. İkinci söz düzəltmədir. Buradakı d, t-dır əslində. Feildən feil düzəldən leksik şəkilçi deyirik biz buna. Un şəxs şəkilçisi, yəni bunu biz əmr şəklində götürə bilərik bu feili. Sözün düzəltmə söz olduğunu bir də deyək. Söz düzəltmədir. Sözün başlanğıc forması oxud. Bax, bu hissədə bitir. Çünki d leksik şəkilçi olduğunu dedik. Yəni leksik şəkilçi başlanğıc formanın tərkibinə daxildir. Bu feillər bir-birindən fərqlənir. Nəyinə görə? Quruluşlarına görə. Nəyinə görə? Başlanğıc formalarına görə. Nəyinə görə? Feilin şəkillərinə görə fərqlənir. Yəni birinci feilimiz keçmiş zamanda xəbər şəklindədir. İkinci feilimiz isə əmr şəklindədir. Sonra nəyinə görə fərqlənir? Vurğularına görə. Bu şəkildə. Amma məsələn, mən bağladın feilini və yaxud da qaraldın feilini yazsam, bunlar quruluşlarına görə fərqlənməyəcək. Niyə? Bütün hallarda orada bağladın sözündə la leksik şəkilçidir, söz düzəltmədir. Qaraldın feilində bütün hallarda qara sözün köküdür, l leksik şəkilçidir, sifətdən feil yaradıb. Bu şəkildə bunlar quruluşuna görə düzəltmədir. Yəni bütün hallarda. Başqa şeyə görə bəli, yenə fərqlənəcək.
Çünki bəzən testdə bizə salıb bu sualları çaşdırmaq istəyirlər. Diqqətli olmaq lazımdır. İndi hamısına ünvanı yazıb göstərəcəm sizə. Gəlin elə bağladım sözündən danışaq. Bunu da biz iki cür işlədə bilərik. Qapını dünən sözünü özüm qəsdən verirəm. Onun zaman olduğu bilinsin. Bilməsəm də olar. Onsuz da bilinəcək. Cümlənin məzmununa, mənasına baxdıqda. Qapını dünən sən bağladın. Bir də deyirəm ki, qapını gözətçiyə bağladım. Baxın, vurğusu dəyişdi. İndi gəlin təhlil edək. Qapını dünən sən bağladın. Nə etdin? Sən bağladın. Bağladın. Nə etdin? Bağ sözün kökü. La leksik şəkilçi. İsimdən fiil yaratdım. Bağ yəni bağ-bağça mənasında deyil təbii ki. Qapının bağı. Yəni onu bağlamaq üçün bir vasitə, cəftəsi mənasındadır. La leksik şəkilçi oldu burada. D keçmiş zaman. Şühudi keçmiş zamandır. Yazaq bura keçmiş. N isə şəxs şəkilçisidir. Sözün kökü, daha doğrusu başlanğıc forması bağla, yəni burada bitir. Qapını gözətçiyə bağladın. Bağladın. Laya düşdü vurğu. Niyə? Çünki əmr şəklində ikinci şəxsin cəmində ın-ın-ını vurğu qəbul etmir. Biz buradan da məsələni çözə bilərik. Bağ sözün kökü, la leksik şəkilçimizdir. D, t-dır. Bura yazaq. D, t-dır. Yəni nədir bu? Feildən, feil düzəldən şəkilçi. N isə, ın isə daha doğrusu, ın. Bu isə şəxs şəkilçisidir. Əmr şəklidir bu söz, əmr şəklindədir bu feil. Sözün başlanğıc forması bağladı hissəsində bitir. Çünki biz d-nı t kimi, yəni leksik şəkilçi kimi qəbul etmişik. Sözlər bayaq qeyd etdiyimiz kimi hər ikisi quruluşca düzəltmədir. Bunlar fərqlənmir. Lakin başlanğıc formaları fərqlənir. Birinin başlanğıc forması bağla, digərinin başlanğıc forması bağlat. Yəni burada niyə d olub? Çünki ı özünə sait gətirmişik ona görə. Təklikdə işlədəndə bağlat olmalıdır, bağlatmaq feili. Başlanğıc formasına görə fərqləndi. Sonra vurğusuna görə fərqləndi. Şəkillərinə görə fərqləndi. Bir də şəxslərinə görə fərqlənir təbii ki. Çünki ümumiyyətlə bu feillər şəxslərə də görə fərqlənir. Birinci fe'ilimizdə səndən söhbət gedir, ikinci şəxsin təkidir. İkinci feilimiz isə sizdən söhbət gedir, ikinci şəxsin cəmidir. Şəxsin daha doğrusu tək və cəm olmasına görə. Yəni bu da sual kimi qarşımıza çıxa bilər. Baxaq digər nümunələrə. Mən yoxladın sözünə toxunmaq istəyirəm. Bu söz imtahanımızda düşmüşdü. Yazını sən yoxladın. Yazını Anar müəllimə yoxladın. Yoxladım.
Mhm. Yazını sən yoxladın. Nə etdin? Yoxladın. Sözün kökü yox sözü deyil, yoxla sözüdür. Baxın, bax bunu demək istəyirdim. Çünki biz nəyisə yoxlayanda yox olmuruq. Yəni yox sözü ilə əlaqəsi yoxdur. Məsələn, yoxsul sözünün yox sözü ilə əlaqəsi var. Yəni yoxsul o deməkdir ki, mənim pulum, param, varım, dövlətim yoxdur. Amma yoxlamaq sözünün yox sözü ilə əlaqəsi yoxdur. Bayaq biz bağlamaq sözündən danışdıq. Orada la-nı leksik şəkilçi götürdük və dedik ki, bütün məqamlarda la leksik şəkilçidir və bu söz düzəltmədir. Lakin yoxlamaq sözünə aid deyil bu qayda qanun və yaxud da saxlamaq sözünə aid deyil bu qayda qanun. Ona görə də la kökün tərkibində gedir. Köklə şəkilçinin əlaqəsi olmadığına görə D yenə şuhuti keçmiş zamandır. N isə şəxs şəkilçisidir. Başlanğıc forma yoxla hissəsində bitəcək. Yazını, onu burada yazmamışam. Anar müəllimə yoxladım. Sözün kökü yoxla, d, t-dır. N isə şəxs şəkilçisi, yəni əmr şəklidir bu. Və başlanğıc forma isə yoxlatmaq hissəsində bitəcək. Yəni bu sözün quruluşuna görə bu sözə toxunmaq istədim. Bu şəkildə digər nümunələrimizdə eyni olacaq. Yəni sxem eynidir. Birini bilsək, digərini də asanlıqla onun üzərinə köçürüb tətbiq etmək olar. Sözün üzərində mən həmişə deyirəm, işləmək lazımdır ki, sözü rahat bir şəkildə tapa bilək. Sonra biz nədən danışırıq? Dır deyir, dur deyir şəkilçisi haqqında mən danışmaq istəyirəm. Feil mövzusuna toxunmuşkən. Baxın, dır deyir, dur deyir. Bu şəkilçi ola bilir şəxs xəbərlik şəkilçisi. Şəxs xəbərlik şəkilçisi olarsa qrammatikdir. Yazıram bura bir şəxs. Onda qrammatik olur. İsimə, sifətə, saya, əvəzliyə, zərfə və fe'lə də qoşula bilir. Baxaq, ismə qoşulması, sifətə, saya, əvəzliyə bunlar çox rahatdır. Yəni biz bu haqda danışmışıq. Bir də deyək, üçüncü şəxsin təkində olur bu. Məsələn, kitabdır. Bunu ismə qoşuruq. Gözəldir, necədir? Bunu sifətə qoşduq. 5-dir. Bunu saya qoşduq. Şəxs xəbərlik şəkilçisi. Odur, budur, əvəzliyə qoşa bilərik. Zərfə qoşa bilərik. Digər zərflərdə bu alınmır. Yer zərflərində alınır. Çünki həmin zərflər şəxs xəbərlik qəbul edə bilir. Yəni onlarda o xüsusiyyət var. Məsələn, biz necə deyim, qəlbəndir, türkçədir deyə bilmirik. Amma türkçədir deyə bilərik amma əslində. Məsələn, əsər türkçədir. Ola bilir. Daha çox yer zərflərini də qoşa bilirik, amma yuxarıdır, yuxarıdadır, irəlidədir. Və digərlərinə də olur zərfdə. Ən çox bunlardır. Digərlərində az olur amma. Bu zərfdə fe'lə qoşulduqda isə necə olur? Fe'lə qoşulanda, baxın, dır deyir, şəxs xəbərlik şəkilçisi ola da bilər, olmaya da bilər. Şəxs xəbərlik şəkilçisinin olmasını bilməkdən ötürü ondan sonra maqmək artıra bilmirik. Bax, yazmışdır. Məsələn, yazaq bura. Yazmışdır. Yaz sözün kökü. Mış keçmiş zaman, nəqli keçmişdir bu. Dır isə şəxsdir. Hardan bildim? Özündən sonra maqmək gətirə bilirəmmi? Xeyr. Maqmək gətirə. Görürsüz? Yazmışdır. Maq verə bilmirəm də. Bu mümkün deyil. Əgər maqmək gətirə bilirəmsə, leksik şəkilçidir. Maqmək gətirə bilmirəmsə, deməli şəxs şəkilçisidir və qrammatikdir. Eyni zamanda qeyd edək ki, şəxs şəkilçisi bütün şəkilçilərdən adətən sonda gəlməlidir. Yəni biz bunu adətən belə görmüşük.
Amma feildən feil düzəldən leksik şəkilçi daha çox ortalarda gəlir. Bunu təbii ki, həmişə demirəm, çünki bizi hansısa sözlə çaşdıra bilər, orada hansısa şəkilçini ixtisara sala bilər, və yaxud da ümumiyyətlə, yəni bu sözlə bağlı olan bir şeydir. Ona görə bunun üzərində çox dayanmıram, nümunələrlə danışacağam. Sonra danışırıq nədən? Dır-dır, dur-dur, leksik şəkilçi olanda nə baş verir? Leksik şəkilçi olanda icbar növ ola bilir. Bir də feildən feil düzəldən ola bilir. İcbar növdə baxın, yazaq 2. İcbar növ. İcbar növdə biz bilirik də, işi başqasına gördürürük. Baxın, elə ağzına deyirəm, gördürürük, yəni başqası. Biz deyirik, digər şəxs icra edir. Yazdırmaq, sildirmək, məsələn, lövhəni sildirmək, tikdirmək, məsələn, binanı tikdirmək, qazdırmaq, quyu qazdırmaq, məsələn, və s. Yəni burada işi başqa bir şəxs görür və məsələn, müəllim yazını şagirdlərə yazdırdı. Yəni burada müəllim deyir, amma işi icra edən müəllim deyil, şagirdlərdir. Və yaxud da müəllim lövhəni sildirdi. Bunu öz etməyib ki, deyib digərləri, yəni şagirdlər və yaxud da kimsə silib. Digər feillər də bu şəkildə. Amma icbar növ yox, feildən feil düzəldən olanda işi digər şəxs görmür. Ona görə bu icbar sayılmaz. Necə ki, biz icbarda dedik ki, biz deyirik başqası icra edir. Amma həmin bu feildən feil düzəldəndə belə olmur bu. Məsələn, bura yazıram 3. Feildən feil düzəldən. Leksik. Burada nə baş verir? Bunlara aiddir. Məsələn, biz bunu icbar növdə danışmışdıq. Bəzilərini də əlavə edəcəm. Yandırmaq. Bunu özüm də edə bilərəm. İşığı yandırdım və yaxud da sən yandırdın. Biz yandırdıq, o yandırdı. Şərt deyil ki, bunu kiməsə icra etdim. Xeyr, özüm edə bilərəm. Söndürmək. Bildirmək. Özüm eləyirəm. Uşağın valideyninə bildirirəm ki, bu uşaq dərs oxumur. Dəyişdirmək. Otaqdakı əşyaların yerini dəyişdirdim. Özüm edirəm bunu da. Öldürmək. Bunu da şəxs söz edir. Kimsə öldürə bilir, yəni. Sonra sındırmaq. Uşaq qabı sındırdı özü. Çatdırmaq, məsələn. Mən bu əşyanı kiməsə aparıb çatdırdım. Özüm və yaxud da sən özün edə bilirsən. Və s. Ola bilər hansı söz qeyd etmədim. Məsələn, güldürmək sözü, gəzdirmək sözü və s. Yəni bunlar hamısı feildən feil düzəldən leksik şəkilçidə məlum növ hesab olunur. Bunlar icbar növ deyil. Bu şəkildə məsələ nədən ibarətdir? Bizim qarşımıza testdə sual çıxa bilər. Və yaxud da hər hansısa bir yerdə məktubu atana çatdır. Çat sözün köküdür. Dır burada feildən feil düzəldən leksik şəkilçidir. Baxın, bu sonda gəlir. Sonda gəlib
Həmişəmi şəxs xəbərli qrammatikdir? Xeyr. O baxır sözün məzmununa. Mən bəzi çox şəkilçili feillər yazacağam bura. Şəkilçilərini müəyyənləşdirəcəyik. Məsələn, yazaq yaxınlaşmışdıq. Yaxınlaşmışdıq. Sözləri biraz iri yazıram ki, şəkilçiləri rahat üzərində qeyd etmək mümkün olsun. Sözün kökü yaxın sifətidir. Yaxınlamaq sözü yoxdur. Laş bütöv. Feildən feil düzəldən leksik şəkilçidir. Mış deməli keçmiş zaman şəkilçisidir. D buraya yazaq keçmiş. D ididir. Q isə şəxs şəkilçisidir. Yəni bu D, I və Q-nı ayıraq. D, D, burada olacaq id hissəciyi, Q isə olacaq ıq, ik, ıq, ük. Şəxs şəkilçisinin Q-sıdır. Çünki I artıq var. Ona görə I-nın birinə də ehtiyac oldu. Təkcə Q olaraq qalıb burada. Diqqətli olaq. Sonra yazaq oxut, dur, ul, muş, dur. Aha. Burada iki yerdə dır, dur şəkilçisini görürük. Sözün kökü oxumaq feilidir. Oxutmaq, bir də var oxutdurmaq. Bəli, iki icbar şəkilçisi bir yerdə gələ bilərmi? Xeyr. Bunun birincisi feildən feil düzəldəndə yazıram. Feildən feil, yəni qısacası f.f yazıram. Dur icbardır, oxutdurmaq. Yox. Görürsünüz, icbar deyə bilmərəm buna da. Niyə deyə bilmirəm? Yazırdım, amma yazası olmadım. Mən digər şəkilçiyə fikir verməmişəm axı. Düzgün iş görməmişəm mən. Niyəsində qeyd edirəm. Niyəsində qeyd edim. Uşaqlar və yaxud da müəllimlər. Ona görə ki, yaxşı. Tutaq ki, mən bura dır icbar yazdım. Ul nədir? O da məchul. Axı bir feil iki növ şəkilçisi qəbul edə bilməz. Deməli buradakı dır şəkilçisi də feildən feildir. Ul nədir? Ul məchuldur. Baxın bu. Muş nədir? Keçmiş. Bu dır nədir? Bu şəxsdir. Ən sonda gəlib bütün bu şəkilçilərdən sonra yazaq başqa bir feili. Dindirilmişdi. Dindirilmişdi. Özüm bu feilləri seçmişəm. Dinmək sözün kökü. Danışmaq, dinmək. Din, İslam dini, Xristianlıq dini, yəni sitayiş etdiyimiz din mənasında isim deyil təbii ki. Bu feildir. Yəni dinmək, danışmaq. Dindirmək. Bu feildən feil düzəldən şəkilçi. İl nədir bəs? Məchul. Miş nədir? Şuhdu deyirəm. Nəqli keçmiş zaman. Yəni yazıram bura keçmiş. Di nədir? İdi. Aha. Sonra silək və yenidən yazaq bəzi sözlərimiz ki var, onları da. Ötüşürdülər. Ötüşürdülər. Ötmək feili sözün kökü. Ötüşmək. Bu qarşılıq birgəlik növ olsun. Yəni yazıram. Qarşılıq birgəlik yazıram növ. Ür indiki zaman. Yazıram indiki zaman. Dü nədir? İdi. Lər. Bu da
şəxsə yoğun kəmiyyəti bildirir. Yəni bu cəm şəkilçimizdə olarlar. Bu şəkildə yazmalıyammış belə bir fe'limiz də var burada. Yazmalıyammış. Biz bilirik ki, imişi qısalmış formadamış kimi yazmaq olar. Yaz sözün kökü malı məli vacib şəklidir. Bura yazıram vacib. Yazmalıyam. Yam yəni bu birinci şəxsin təki şəxs şəkilçimizdir. Mış isə imişdir. İmiş çünki həm şəxs şəkilçisindən öncə işlənə bilir, həm də sonra işlənə bilir. Təəssüfləndirirdi. Fe'li var, onu da yazaq. Təəssüfləndirirdi. Təəssüf sözün köküdür. Təəssüfləmək sözü yoxdur. Lən bütöv şəkilçidir. Biz isimlə nə yaratmışıq? Fiil yaratmışıq. Təəssüfləndirmək. Baxın, elə buradan danışaq. Buradakı dırdır, şəxs xəbərli olmayacaq. Feildən feil düzəldən leksik şəkilçi olacaq. Niyə? Özündən sonra maq, məq şəkilçisini artıra bilərik. Təəssüfləndirmək. Düzdürmü? Olar. Bunu da qoyaq feil. Görürsünüz? Feildən feil yaratdı. Özündən də öncə feil gəlmişdi. İr. İndiki zaman yazaq. İndiki zaman. Di, idi. Bu şəkildə bir-iki feilimiz qalıb. Ondan da yazaq. Mən çalışmışam ki, hər növdə olan, hər formada olan şəkilçiyə toxunum. Yazmaq rahat olsun. Yəni testimiz rahat şəkildə cavablandırıla bilsin deyə. Başlanmırdı. Başlanmırdı. Baş sözün köküdür. İsimdir. Başlamaq. Nə etmək? İsimlə nə yaratmışam? Feil. Başlanmaq. Baxın, ayıra bilirəm. Bayaqdan bəri ayırmırdım, indi ayıra bilirəm. Başlamaq feili də var Azərbaycan dilində. Başlanmaq feili də var. Ona görə ayıra bilərəm. Bu da feildir. Feildən feil yaratmışıq. Mır şəkilçisinin qətiyyən bütöv götürmək olmaz. Cinayətdir o. M inkardır. Yazıram. İnkar. Ir isə indikidir. Burada indiki yazıram. D nə oldu? İdi. Hissəciyi. Baxdırılmamalıdırsa, baxdırılmalıdırsa belə bir feilimiz var. Baxdırılmalıdırsa. Bax sözün köküdür. Feildir. Baxdırmaq. Bu da feildir. İcbar növdədir. Yox. Bu icbar növ sayılmayacaq. Niyə? Buradakı ıl artıq budur. Buna feildən feil yazaq onu da. Baxın. Feildən feil yazaq. Il hansısa bir növdür. Məşğuldur yoxsa şəxsizdir. Məsələn, nəsə bir şeyə baxdırılmaq olsun şəxsiz. Növ yazacağım buna. Çünki şəxssiz yazaram, elə bilinər ki, şəxsi şəkilçi demək istəmişəm. Növ yazacağım bura. Malı. Vacib. Dır. Şəxs xəbərlik. Çünki baxdırılmalıdır. Maq görürsünüz? Olmur. Amma baxdırmaq olur. Baxdırmaq. Bəli. Ona görə də bunu biz leksik şəkilçi götürdük. Baxın buradakı şəkilçini. Buradakı şəkilçini isə baxdırılmalıdırmaq. Görürsünüz? Baxdırılmalıdırmaq alınmır.
Deməli, maq şəkilçisini artırmaq olmursa, bu şəxs şəkilçisidir. Sa nədir? Bu da olacaq isə. Niyə? Niyə? Ona görə ki, ondan öncə vacib şəkili baxın burada gəlib. Vacib şəkil, yəni şəkil gəlibsə, artıq bu da olacaq isə. Buna vacibə də şəkil deyim, sasəyə də mən şərt şəkli deyə bilmərəm axı. İki şəkil bir yerdə yanaşı gələ bilməz. O şəkildirsə vacib, burada iki sa nə olmalıdır? İsə olmalıdır. Bu qeydlərimiz haqqında bu qədər. Növbəti videolarda görüşənədək. Sağ olun, salamat qalın.